Dünyanın ada və yarımadalarına baxacağıq bu videoda. Əvvəlcə qitə-qitə gedək. Avropadan başlayırıq. Avropanın şimalında Skandinaviya yarımadası və Kola yarımadası yerləşir. Skandinaviya və Kola yarımadalarını qütb dairəsi, şimal qütb dairəsi kəsdiyinə görə iki işıqlama quşağında yerləşir. Şimal qütb və mülayim işıqlama quşaqlarına düşür. Skandinaviyada Norveç, İsveç kimi inkişaf etmiş ölkələr, Kola yarımadasında isə Rusiya yerləşir. Daha sonra Jutlandiya yarımadası. Jutlandiya yarımadasında iki ölkə var, Danimarka və Almaniya. Almaniyanın cənubundan, daha doğrusu Almaniya ərazisindən, Jutlandiya yarımadasının cənubundan Kil kanalı keçir. Kil kanalı Baltik dənizi ilə Şimal dənizini birləşdirən kanaldır. Almaniya ərazisindədir. Həmçinin burada Danimarka yerləşir ki, Danimarkanın paytaxtı Zelandiya adasında olan Kopenhagendir. Daha sonra Greenwichdən qərb tərəfdə Britaniya yarımadası yerləşir. Britaniya yarımadası Fransaya məxsusdur. Cənubi Avropada isə Pireneya Apinin Balkan yarımadaları yerləşir. Daha sonra Pireneydə İspaniya, Portuqaliya, Andorra kimi ölkələr var. Apinində isə İtaliya yerləşir. Həmçinin onun daxilində olan Vatikan bilirik anklav ölkədir. Yəni hər tərəfdən İtaliya ilə əhatə olunub, bir ölkə ilə əhatə olunub. Həmçinin San Marino ölkəsi var. Balkan yarımadası, burada isə Bolqarıstan, daha sonra Serbiya, Makedoniya, Yunanistan, Sloveniya kimi ölkələr var. Və Krım yarımadası da Avropanın adasıdır, Ukraynaya məxsusdur. Taman yarımadası isə Rusiyaya məxsus adadır. Daha sonra keçirik Asiya yarımadalarına. Asiya yarımadaları Uraldan şərqə bilirik ki, Asiya başlayır. Yamal yarımadası, Qıdan, Taymir yarımadaları yerləşir. Şimal Buzlu Okeanının suları ilə əhatə olunub, qütb işıqlama quşağında yerləşirlər. Skot yarımadası da, deməli, Skot yarımadası şimaldan Şimal Buzlu Okean, cənubdan isə Sakit Okean suları ilə əhatə olunub. Daha sonra Kamçatka yarımadası Sakit Okean sahilində yerləşir, Rusiyaya məxsusdur. Koreya yarımadasında Şimali və Cənubi Koreya ölkələri yerləşir və mülayim işıqlama quşağında yerləşir. Hindsin yarımadası da, Hindsin və Malak yarımadaları da bunlar isə tropikdən cənubdadır, yəni tropik işıqlama quşağına düşür və Hindsin yarımadasında Laos, Vyetnam, Kamboca, Tayland kimi ölkələr, Malak yarımadasında isə elə Taylandın bir hissəsi, həmçinin Malazya ölkəsi yerləşir. Daha sonra Hindistan yarımadası. Hindistan yarımadasında isə elə Hindistan yerləşir və bunun tropik kəsdiyinə görə iki işıqlamada mülayim və tropik işıqlama quşaqlarında yerləşir. Ərəbistan yarımadası isə dünyanın ən böyük yarımadasıdır və bu yarımadada Səudi Ərəbistanı, Oman, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, Qatar, Küveyt kimi ölkələr yerləşir. Sinay yarımadası da Asiyaya məxsusdur. Misir bilirik ki, iki qitədə yerləşir. Afrika və Sinay yarımadasında olan Asiya hissəsidir. Yəni Sinay yarımadası Misirin Asiyaya çıxışıdır bir növ, yəni Asiyada yerləşən hissəsidir. Daha sonra bir dəqiqə. Burada isə baxırıq Cənubi Amerikaya. Cənubi Amerikada Valdes yarımadası yerləşir. Afrikada elə Afrikanın boynuzu da deyirlər buna. Somali yarımadası yerləşir. Daha sonra bir dəqiqə. Avustraliyada isə şimalda yerləşən Arnhem Land və Cape York yarımadalarını görürük. Bunlar da cənub tropikindən şimaldadır, yəni tropik işıqlama quşağında yerləşir. İndi isə Şimali Amerikaya baxaq. Şimali Amerikada, şimalda Butey yarımadası yerləşir, hansı ki burada Şimali Amerikanın şimal çıxar nöqtəsi olan Murchison burnu yerləşirdi. Ən böyük yarımadası Labradordur, Kanada ərazisindədir Butey və Labrador. Daha sonra qərbdə Alyaska yarımadası, bu Alyaska ştat olaraq bəzən qarışdırırlar. Ştat olsaydı Şimal Buzlu Okean və Sakit Okeana çıxışı olardı, amma Alyaska yarımadası yalnız Sakit Okeanda yerləşir. Və Şimali Amerikanın qərb çıxar nöqtəsini də bəzən bura götürürlər, amma əslində Servad yarımadasında yerləşir. Daha sonra Kaliforniya yarımadası. Kaliforniya yarımadası isə bütünlükdə Meksikanın ərazisindədir və bunun cənub tropiki, daha doğrusu şimal tropiki bunun cənubundan keçdiyinə görə iki işıqlamada şimal mülayim və tropik işıqlama quşaqlarında yerləşir. Florida yarımadası isə tropikdən şimaldadır, yəni mülayim işıqlama quşağında yerləşir, ABŞ-ın ərazisindədir. Yucatan yarımadası isə tropikdən cənubda olduğuna görə tropik işıqlama quşağında yerləşir və Yucatan yarımadasında Gvatemala, Beliz, Meksika kimi ölkələr yerləşir. Sonra keçək adalara. Adaları da başlayaq Avropa adalarından. Avropada
vulkanik mənşəli İslandiya adası yerləşir. Ümumiyyətlə adalar vulkanik, mərcan və materik mənşəli ola bilər. Vulkanik mənşəli adalar elə vulkan püskürməsindən yaranan adalardır və ən böyüyü də bunun İslandiyadır. Daha sonra elə İslandiya ölkəsinə də məxsusdur. Materik mənşəli adalar isə vaxtilə materikin tərkibində olub, sonradan ondan tektonik hərəkətlər nəticəsində və yaxud da qurun enməsi nəticəsində ayrılıb materik mənşəli adalar olub. Məsələn, Böyük Britaniya, İrlandiya adaları. Böyük Britaniya adasının Greenwich meridian kəsdiyinə görə 3 yarımkürədə yerləşir. Şərqi, qərbi və şimalı. Yəni şimal yarımkürəsi şərq və qərb yarımkürələrində yerləşir. Daha sonra burada Faroe adaları var. Bu Danimarkaya məxsusdur. Jan Mayen adaları, Spitsbergen isə Norveçə məxsus adalardır. Həmçinin Spitsbergen, Nova Zemlya bunlar Şimal Buzlu okean adalarıdır. Daha sonra Nova Zemlya isə Rusiyaya məxsus adadır. Burada Zelandiya adasını görürük. Bayaq demişdim ki, burada Danimarka ölkəsi yerləşir. Onun paytaxtı olan Kopenhagen Zelandiya adasındadır. Aral dənizinin adalarına baxaq. Balear adaları. Balear adaları İspaniyaya məxsus adalardır. Korsika Fransaya, Sardiniya, Siciliya isə İtaliyaya məxsus adalardır. Və Sardiniya və Korsika adaları arasında Bonifacio boğazı yerləşir. Siciliya ilə Apenin yarımadası arasında isə Messina boğazı var. Daha sonra Krit və Kipr adaları. Bunlar da materik mənşəli adalardır. Daha sonra geçirik Asyan adalarına. Asyan adalarına Severnaya, Zemlya, Novosibir, Vrangel adaları. Bu adalar yerləşir Şimal Buzlu okeanında və Rusiyaya məxsus adalardır. Həmçinin Vrangel adasının buradan 180 dərəcə meridian kəsir. Ona görə də 3 yarımkürədə yerləşir. Şərq, qərb və şimal. Daha sonra Komandor adaları var burada. Bu da Rusiyaya məxsus adalardır. Kuril adaları Rusiyaya məxsusdur. Saxalin adası Rusiyaya məxsusdur. Saxalinlə materik arasında Tatar boğazı yerləşir. Yaponiyanın 4 böyük adası materik mənşəlidir. Hokkaido, Honshu, Shikoku, Kyushu adalarıdır. Bunlar materik mənşəlidir, amma qalan bir çox adaları var ki, onlar vulkanik mənşəli adalardır. Burada həmçinin Rük adaları var. Həmin adalar da Yaponiyaya məxsus adalardır. Tayvan adasını şimal tropiki kəsir. Bu o deməkdir ki, o iki işıqlama quşağında yerləşir. Şimal mülayim və tropik işıqlama quşaqlarında. Daha sonra Hainan adasını görürük burada. Filippin adaları da bu hissədə Mactan və Mindanao adalarından ibarətdir. Bir də bilirik ki, bu Filippinin bu Luzon adasında adı uzun olan vulkan Pinatubo, Mindanao'da isə adı qısa olan vulkan Apo vulkanları vardı. Borneo adası elə Kalimantan adasıdır. Yəni bu sizi çaşdırmasın. Kalimantanın digər adıdır Borneo. Borneo adası burada 3 ölkə yerləşir. Malezya, Brunei, yəni Bəndər Begavandı paytaxtı, bir də İndoneziyanın bir hissəsi yerləşir. Daha sonra Sumatra adasını görürük. Həmçinin qeyd etmək lazımdır ki, bu hissə Filippin, Böyük və Kiçik Zond adaları birlikdə adlanır. Malay arxipelağı dünyanın ən böyük arxipelağıdır. Daha sonra isə onun içərisinə daxildir Böyük Zond adaları və Kiçik Zond adaları. Böyük Zond adaları Sumatra, Kalimantan, Yava adalarını, Sulawesi adalarını əhatə eləyir. Kiçik Zond adaları isə burada olan Bali, Timor və Kiçik adalardır. Daha sonra Sumatra adasını görürük. Sumatra adası ilə Malakka yarımadası arasında Malakka boğazı vardı. Bunun üstə dəniz, boğaz, körfəzlər videosu olacaq. Orada ayrıca deyəcəm. Daha sonra Sumatra və Kalimantan adalarını, həmçinin Sulawesi və Moluka adalarını ekvator xətti kəsir. Bunun ayrıca burada xəritəsi var. Sumatra, Kalimantan, Sulawesi, Moluka adalarını ekvator xətti kəsir. 3 yarımkürədə yerləşən adalardır. Yava isə cənubda yerləşir bütünlükdə. Həmçinin Yeni Qviney adası. Yeni Qviney adası da bütünlükdə cənubdadır və bunun bu Malaya və Cənub-Şərqi Asiya adalarına aid deyil. Yeni Qviney adası ayrıca bir Melaneziya adalar qrupuna aid olan adadır. Həmçinin Cənub yarımkürəsinin ən böyük adasıdır. Dünyada isə sahəsinə görə ikinci ən böyük adadır. Üçüncü isə Kalimantandır. Daha sonra deməli burada Şri-Lanka adası var. Həmçinin burada Andaman adaları Hindistana aiddir. Şri-Lanka adası isə Şri-Lanka ölkəsi yerləşir burada. Polk boğazı ilə Hindistandan ayrılır. Maldiv adalarını da ekvator kəsir. Daha sonra Sokotra adası var burada. Bu da Yəmənə məxsus adadır. Daha sonra isə Şimali Amerika adalarına baxırıq. Dünyanın ən böyük adası olan Qrenlandiya. Qrenlandiyanın Elsmir adasında Simit boğazı var. Daha sonra Elsmir, Devon, Malville, Bank, Victoria adaları, Baffin adası. Bunlar elə Kanada Arktik arxipelağı gedir. Baffin və Qrenlandiya adalarını Şimal qütb dairəsi kəsdiyinə görə Şimal qütb və mülayim işıqlanma quşaqlarında yerləşirlər. Daha sonra Newfoundland adası var burada. Kadiak, Aleut adaları. Həmçinin burada Vancouver adası var. Daha sonra Baham adalarını görürük. Baham və Bermuda adaları. Bunlar
mərcan mənşəli adalardır. Mərcan polipləri ölüb yığılır üst-üstə və nəticə etibarilə daşlaşır, qayalıqlara çevrilir, ada yaradır. Daha sonra həmçinin Baha adalarının tropik xətti kəsinə görə iki işıqlama quşağında yerləşir. Kuba, Yamayka, Haiti adaları burada böyük Antil adalarıdır. Burada kiçik adalar isə kiçik Antil adalarıdır. Cənubi Amerikada adalar o qədər çox deyil. Burada Trinidad və Tobago adası, Galapagos adaları var. Galapagos adasını ekvator xətti kəsir. Ona görə də üç yarımkürədə yerləşir. Tropik işıqlama quşağında yerləşir. Cənubda odlu torpaq iki ölçüyə məxsusdur. Çil və Argentina. Falkland adası isə İngiltərə və Argentinanın mübahisəli yeridir, belə deyək. İki ölçüyə də aiddir. Daha sonra Cənubi Georgia adası yerləşir burada. Afrika ətrafında isə Madeira adası Portuqaliyaya məxsusdur. Həmçinin Atlantik okeanda olan Azor adaları da Portuqaliyaya məxsusdur. Kanaris də İspaniyaya aiddir. Həmçinin burada Cabo Verde adası var. Daha sonra São Tomé və Príncipe, Müqəddəs Yelena. Müqəddəs Yelena'dan başqa burada Bosna adası da var ki, bunlar vulkanik adalardır. Daha sonra Hind okeanında yerləşən Zənzibar, Seyşel, Komor, Qəmər adaları da deyilir. Madagaskar materik mənşəlidir. Daha sonra Mayotte, Mavriki, Rodriguez və sair adaları var. Okeaniya adaları isə ayrıca bölünür. Məsələn, Mikroneziya aiddir. Şimalda yerləşən adalardır. Palau, Mikroneziya, Kiribati, Marshall adalarıdır. Daha sonra Melaneziya, Qara adalar deyilir buna. Bura Yeni Gvineya, həmçinin Solomon adaları, Nauru, Vanuatu, Fiji, Yeni Kaledoniya adaları daxildir. Polineziya çoxlu adalar deməkdir. Poli, Havay adaları, Tuvalu, Samoa, Tonga, Cook adaları bura daxildir. Yeni Zelandiya isə ayrıca adalardır. Yeni Zelandiya iki böyük adadan ibarətdir. Şimal adası, Cənub adası, həmçinin kiçik adaları da var. Buranı ilk dəfə Tasman kəşf eləmişdi 1642-də gələndə. Sonra Tasmandan sonra Cook iki adadan ibarət olduğunu qeyd eləmişdi. Hətta bunların ortasında Cook boğazı var. Bu da oldu Yeni Zelandiya. Antarktida ətrafında isə Cənubi Georgia, Cənubi Sandviç, Cənubi Orkney kimi adalar mövcuddur. Bu qədər.